Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi ilahina ve tabibi nüfusina Ebu'l Kasimi Muhammed. Ve alihi tayyibine tahirin ve la'nut daim ala a'daihim ecma'in minel an ila liqa'i yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu kavli. Usikum ve nefsi bi takvallah. Sizi ve özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. İkinci cümə günüdür ki, artıq Allah qismət elədi bizə. Şükür Allaha. Cümə namazına hazırlaşaq və cümə namazına başlayaq. Biz keçən cümədə Həzrət Əli əleyhissalamın gənclərə məktubunu izah eləyirdik. Bu cümə qeyd edeyim ki, bildiyimiz kimi bu məktubu mərhum Hacı Allah ruhunu şad etsin, neçə xütbə davam etmişdi. Təqribən 13 xütbə davam eləmişdi. Ondan sonra Hacı dünyasını dəyişdikdən sonra bu məktub qalmışdı və biz bunu davam etməyə başlamışdıq və bu cümələr də fürsət oldu ki, bu məktubu sona çatdırmaq üçün cəhd eləyək. Keçən cümə zikirdən danışmışdıq. Zikir, yəni Həzrət Əli əleyhissalam qəlbə xatırlatmadan danışırdı. Keçən cümə qeyd etmişdik ki, Quran, peyğəmbərlər və imamların əsas işləri bu olub ki, insana yadından çıxanları xatırlasınlar. Və demişdik ki, bizim yaşayışımız, yaşadığımız dünya elə bir yerdir ki, tez-tez bizim yadımızdan çıxır. Şeytan bizə unutturur. Quran-ı Kərimin ayələrinə də baxsaq, görərik ki, Musa peyğəmbər, Musa əleyhissalam hadisəsinə baxsaq, görürük. Musa peyğəmbərlə Xızır peyğəmbərin hadisəsinə baxsaq, Kəhf surəsində görürük ki, Musa peyğəmbər hətta söz verir ki, mən səbr eləyəcəm və sonra hadisəni gördükdə unudur, yadından çıxır və buyurur ki, şeytan mənə unutturdu. Deməli, şeytanın, iblisin işi unutturmaqdır. Həzrət Əli əleyhissalam da buyurur ki, qəlbinizə xatırladın. Deyəcəm Həzrət Əli əleyhissalam nəyi buyurur, amma xatırlatma haqqında qısa müqəddimə qurum bir də. Şeytanın işi unutturmaqdır. İnsan öz köklü dəyərlərini fitrət etibarilə, yaradılış etibarilə dəqiq tanıyır. İnsan əslində bilir kimdir. İnsan əslində etdiyi işləri belə, diqqət edirsə, insan etdiyi işləri, etdiyi cinayətləri belə ona deyəndə, o cinayətin sahibi kimi onu adlandıranda ona təsir edir, mənfi təsir edir və narahat olur bu adlanmadan. Niyə görə? Çünki həmişə insan o halda olmur. Həmişə günah halında olmur, həmişə o günaha düşünmür və həmişə günah etmək istəmir. Ona görə də günah etmək istəmədiyi vaxtda həmin adla onu adlandıranda narahat olur. Çünki öz fitrətini, yaradılışını yaxşı tanıyır. İblisin də işi bundan ibarətdir ki, insana öz həqiqətini unuttursun. Unutturarsa insana istədiyi cinayəti nəfsin meyillərinə uyğun elətdirəcək. Əsas işi bundan ibarətdir. Ona görə də peyğəmbərlər gəlir və ilahi səmavi kitablar göndərilir ki, insana xatırlatsınlar. Əsas məsələ budur. Biz bu Quranı sənə nazil etdik ki, peyğəmbər xatırladasan. Bu Quran xatırlatmaq üçündür. İnsanların yadına salasan. Başqa bir ayədə buyurur ki, keçən cümədə qeyd elədim, başqa bir ayədə buyurur ki, peyğəmbər xatırlat, əsas işin budur. Xatırlat, yadlarına sal, fəzəkkir, fəəntə muzakkir. Yadlarına sal ki, sən xatırladansan. Əsas işi budur. Peyğəmbərlərin əsas işi bundan ibarətdir. Həzrət Əli əleyhissalam bu məktubda başqa bir istiqamət alır. Bu məktubun əvvəlində nə qədər cümlələr buyurub, amma mövzusu bu məktubun əsasən qəlbdir.
əvvəldən axıra qədər baxsaq, görəcəyik ki, Həzrət Əli əleyhissalam qəlbin üzərində dayanır. Bir dəfə deyir, qəlbi qorxud, bir dəfə buyurur ki, qəlbi nurlandır. İndi gəlir bu yerdə, buyurur ki, və zəkkirhu bimə əsabə mən kənə qəblək minəl əvvəlin. İndi buyurur ki, özündən əvvəlkiləri başda xatırlamağa, səndən öncə yaşayanların başına gələn müsibətləri qəlbə xatırlat. Burada artıq biraz çətinləşdirir. İstəyir qəlbi daha da diqqətli eləsin. İstəyir qəlbi düşmənin insanı hara aparmağından xəbərdar eləsin. Həzrət Əli əleyhissalam burada sanki həyəcan təbili çalır ki, sonu hara gedir. İblisin işi budur ki, iblis günahın üzün göstərsin, sonun göstərməsin. İblisin əsas işi bundan ibarətdir. O günahın üz qatını göstərməyə çalışır. Və fikir verirsəz, iblis günahın ləzzətini xatırladır. İblis günahın ləzzətini xatırlatmaqla insanı həqiqətlərdən uzaqlaşdırır. Əsas işi bundan ibarətdir. İblis heç kəsi günah elətdirə bilməz. Onun bu hakimiyyəti yoxdur. Şeytanın bu gücü yoxdur ki, insanları məcburi günah elətdirsin. Bu gücü yoxdur. Bu gücü olmadığı üçün ancaq tor səpir. Və bu tora kim hansı meyildədirsə, bu tora kim düşdüsə düşdü. Əsas işi bundan ibarətdir. Tor səpməkdir. Bu tora kim düşəcək? Bu tora o adamlar düşəcəklər ki, onların meyilləri var. Onların dünyada nədəsə gözləri qalıb, hansısa günahın ləzzətinə çatmayıblar. Ona görə o ləzzətləri qabardır. O meylə uyğun ləzzəti qabardır. Belə deyək, qarşımızda iki dəstə dayanır. Bir dəstə bizi Allaha tərəf aparır, Allaha xatırladır ki, Həzrət Əli əleyhissalamdan hədisi oxuduq keçən dəfə, buyurur ki, qəlblər dəmirin paslandığı kimi paslanır, onları Allah zikri ilə cilalayın. Bu qəlbləri Allahı yad etməklə, Allahı xatırlamaqla cilalayın ki, qəlblər paslanmasın. Biri budur. Bir bu yoldur ki, bizi Allaha tərəf aparırlar. Və ikinci, Allaha gedən yolda maneə yaradan iblis bunun üçün çalışır ki, maksimum həddə bizi o yoldan döndərsin. Bizim ləzzətlərimizi məhdudlaşdırsın. Bizim istəklərimizi məhdudlaşdırsın. Allaha gedən yol uzun yoldur, çətin yoldur, zəhmətli yoldur. Nə qədər ki, orada Allaha gedən yolda zəhmətə çatmaq, daha doğrusu ləzzətə çatmaq çətinləşir və gec çatırsan bu ləzzətə, o gec çatdığın qədər də yolu uzun gedirsən. Yol necə ki uzundur və zəhmət tələb eləyir, çox zəhmət çəkirsən ki, gec çatacaqsan, şeytan bəzən burada istifadə edir ki, axı mən gedirdim, nə oldu, hələ çatmamışam. 30 ildir namaz qılıram, hələ çatmamışam. Bu sözlər insanın öz fitri sözləri deyil. Bu sözlər iblisin sözləridir. Sənin üçün xüsusi məqamlar təyin edir. Əvvəl, misal üçün, xütbələrdə bu cümlələr daha çox işlənirdi ki, filan məqama çatmaq. Elə bir şey yoxdur. Filan məqama çatmaq yoxdur. Məqama çatan, əgər məqam anlayışı olacaqsa, məqama çatan o insandır ki, istəkləri ilə mübarizə edib artıq qəlbi vəsvəsələrin səsini eşitmir. Aramlaşıb. Aramlaşmaqdır məqama çatmaq. Xüsusi bir məqam deyilən bir şey yoxdur. Fikir versəz peyğəmbərlərin həyatına, imamların həyatına, ilahi övliyaların həyatına hərə bir cür cilvələnib. Onda hansı məqama çatıblar? Yox, hərə bir cür cilvələnir öz zamanına uyğun, amma kim nə qədər nəfsi istəklərindən uzaqlaşa bildirsə, bax o məqam odur. İnsan orada məqama çatır. İblis də gəlir, insan özü üçün bir şey təyin edir, bir məqam təyin edir, bir dayanacaq təyin edir və orada çata bilmir. Çünki dedim, yol uzundur və zəhməti də çoxdur. İblis də gəlir, bu çata bilməməyindən istifadə edir. Və başlayır ona təlqin eləməyə ki, axı elədin də bir nəticəsi yoxdur.
Və bunu eləmişsən, nəticə görməmişsən. Neçə ildir zikr məclislərindəsən, İmam Hüseyn məclislərindəsən, bir nəticəsi yoxdur. Neçə ildir qədr gecələrində Allahdan bağışlanmaq diləmişsən, bir nəticəsi yoxdur. Başlayır, nəticəsi var əslində. Sadəcə sənin ki, öz təfəkküründə yaratdığın nəticə var ki, o nəticəyə səhv qoymusan düşüncəndə o nəticəni, o nəticəyə çatmamağından istifadə edir, onu da özü yaradıb. Onu da özü yaradıb, ondan istifadə edir, sənə başlayır o yolu unutturmağa, başlayır yaxın yola dəvət eləməyə. Baxıb görürsən ki, doğrudan da dəvət etdiyi yol, demək olmaz ki, yoxdur belə bir şey. Dəvət etdiyi yol yaxın yoldur və dəvət etdiyi ləzzət də ləzzətdir. Başlayır səni ləzzətə dəvət eləməyə. Qısa yolla tez bir zamanda çatacağın ləzzətə dəvət edir və bilir ki, sən buna gedəcəksən. İnsan ləzzətpərəstdir həm də, insan ləzzət ardıcıdır. Bilir ki, bu yola gedəcəksən, ona görə səni uzaq yoldan döndərir ki, səni bu yola dəvət eləyə bilsin. Yadından çıxarır. Hətta insanın Allahla olan rabitəsini, insanın Allahla olan şirin anlarını yadından çıxarır ki, ona günah elətdirsin. Amma onu acı, ağrı acı ilə deyil. Onu başqa bir günahın, başqa bir yolun ləzzəti ilə oradan uzaqlaşdırır. Ona görə bizə deyirlər ki, hər an qəlbimiz Allah'a zikr eləsin. Yəni o ləzzətdən heç vaxt uzaq düşməyəsiniz ki, ağzınızın dadı qaçan kimi sizə başqa bir ləzzət verəcək. Başqa bir ləzzət verəcək və bu da tutacaq. Bu planda baş tutacaq. Çünki sən ləzzətsiz qala bilməyən varlıqsan. Sən ləzzət ardıcısan. Ona görə sənə başqa bir ləzzət verir ki, bu yol baş tutur. Səni bununla allatmaq olur. İblis də səni unutturur. Bu yolu unutturur ki, uzaqdır. Uzaqdır, yorur səni. Çalışır ki, sənə bu yolun nə qədər yorğunluğunu göstərsin. Bu yolun çoxlu zəhmət çəkməyini göstərsin. Fikir verirsiniz, şuurumuzun altında belə bir şey formalaşdırır ki, yavaş-yavaş, onu çox hissə-hissə, belə deyək, asta-asta eləyir. Bir şey formalaşdırır ki, yenə namaz, amma bir nəticə yoxdur. Yenə oruc, amma bir nəticə yoxdur. Yenə məclis, amma bir nəticə yoxdur. Görün, nə gözəl, belə deyək, mənfi mənada işləyir. Və bunu işlədikcə səni başlayır bu yoldan yormağa. Səni başlayır bu yoldan yormağa, yora bildisə, elə ki, yoruldun, əvəzində sənə bir şey verməlidir. Əvəzində sənin köhnə arzuların var idi, köhnə günah arzuların var idi. Onu xatırladır və səlam, çəkilir yanır kənarda. Ona görə Quran-ı Kərimə baxsaq, görürsən ki, iblis qiyamət günündə özü ilə birgə cəhənnəmə apardığı insanlara bu söz deyir. İbrahim surəsindədir bu ayət, çox gözəl ayət. Allah bizim üçün nə qədər ürək yandırır ki, Allah bizim üçün nə qədər mərhəməti ilə yanır ki, iblisin sözün belə, bizə deyəcəyi sözü belə, günahkarlara deyəcəyi sözü belə Quran-ı Kərimdə gətirməyə razı olub. Eybi yoxdur, iblisin sözü də olsun burada. Amma mənə maraqlı, mənim bəndələrimdir ki, heç olmasa bu sözü görüb ayılsınlar. Deyir, iblislə birgə cəhənnəmə gedənlər, iblislə birgə cəhənnəmdə yananlar, yananlara baxacaq, deyəcək ki, Quran-ı Kərimin ayəsidir. Mən də dəvət etdim sizi. Rəbbiniz də dəvət etdi sizi. Mənim dəvətim yalan idi. Mənim dəvətim saxta ləzzətlər üzərində qurulmuşdu. Amma Rəbbinizin vədəsi doğru idi. Sonra buyurur, ardıca ayə buyurur. Və iblis deyəcək ki, indi mən sizə nifrət eləyirəm ki, o cür Allah'a qoyub mənim ardımca gəldiniz. Dəhşətli ayədir. Həqiqətən dəhşətli ayədir ki, insanı azdıran və yenidən özü ilə birgə yananlara deyəcək ki, Quran-ı Kərimin ayəsidir. Özü ilə birgə yananlara deyəcək ki, mən də dəvət etdim, Rəbbiniz də dəvət etdi. Rəbbinizin sözü düz çıxdı, mənim sözlərim yalan idi. Mən sizə nifrət edirəm ki, o cür Allaha qoyub mənim ardımca gəldiniz. Və ardıca buyurur, indi nə özünüzdə xeyriniz var, nə də mənə xeyriniz var. Çox maraqlıdır, həqiqətən. Fikir verin, qısa ləzzətə dəvət edir. Neynir? Həzrət Əli əleyhissalam həyəcan təbiri çalır. Həzrət Əli əleyhissalam sanki can verir. Gəlir bizi ayırmaq üçün, görün nə qədər o məktuba baxsaz, görəcəksiniz ki, qəlbə uyğun nə qədər sözlər deyib Həzrət Əli əleyhissalam. İnsanlar təbəqə olduqları üçün, insanlar fərqli düşüncələrdə, qəlblərdə olduqları üçün
qəlblərin halları fərqli olduğu üçün Həzrət Əli bütün qəlb hallarını işarə edib. Bütün qəlb hallarını işarə edir. Birinin qəlbinə deyir ki, sən qəlbivi ölümü xatırlamaqla dirild. Ölümü xatırlamaqla qəlbivi oyad. Birinə deyir ki, qəlbivi hikmətlə nurlandır. Hər insanın bir qəlbi halı var. Həzrət Əli Rəsəlam bu məktubda bütün hallara toxunur. İndi isə gəlir buyurur ki, və zəkkirhu bima əsabı mən kana qablək minəl əvvəlin. Gəl indi başlayaqdır, ürəyivə xatırlat ki, səndən əvvəlkilər necə oldu? İndi əvvəlkiləri xatırladır bizə. Özündən əvvəl yaşayanlara bax. Özündən əvvəlkilərin tarixini oxumaq mühüm deyil. Özündən əvvəlkilərin halını anlamaq mühümdür. Özündən əvvəlkilərin halını yaşa. Onlara bax. Deyir, amma qəlb gözü ilə bax. Bax, bir dəstə insanlara bax ki, onlar günah edirlər və günahın ləzzətindən danışırdılar. Və sonda hər günahdan sonra böyük bir ağrı yaşayırdılar. Hər günahdan sonra. İmam Sadiq əleyhissalamın tələbələrindən biri idi, şagirdlərindən biri idi. Gəldi İmam Sadiq əleyhissalamın yanına daxil oldu. Üzr istəyirəm, bir günaha baxmışdı, başqasının namusuna baxmışdı. Gəldi İmam Sadiq əleyhissalamın yanına. Belə demişdi öz-özünə. Rəvayət buyurur ki, belə demişdi öz-özünə ki, bir dəfə ilə nə olacaq? Tövbə eləyərəm. Gəldi İmam Sadiq əleyhissalamın yanına. İmam Sadiq əleyhissalam baxdı ona. Dedi, qəlbindən çox narahatlıq hiss edirəm, İmam Sadiq buyurdu ona. Dedi, qəlbin ağırlaşıb, neynəmirsən? Niyə belə olub? Dünənki qəlb deyil. Bir addıma İmam Sadiq dərhal reaksiya verir. Dedi, qəlbin dünənki qəlb deyil, ağırlaşıb. Nə olub? İmam Sadiq bu söz deyəndə ona başladı titrəməyə. Başladı əsdi. Dedim, amma ki, xəbərdarsınız məndən. Dedi, hər halınızdan xəbərdaram. Dünən etdiyin işi, bugün gördüyün işə işarə edirəm. Ki, o işi görmüsən, qəlbivi körladı. Elə körləyib qəlbivi ki, qəlbin ağırlaşıb, bizə yaxın gələ bilmir. İmam Sadiq əleyhissalama buyurdu ki, neyniyim mən bəs? Dedi, fikir ver, necə aldatdı səni iblis? İblis ləzzətindən aldatdı səni. Amma indi gör nə ağrı verib səni. Sən möminsən, sənin qəlbində iman var. Ola bilməz ki, o işlər sənə ləzzət verə bilsin. Mümkün deyil ki, o günahlar sənə əbədi olaraq ləzzət verə bilsin. Nə vaxt gördün ki, iblis kiməsə günah elətdirsin, sonra o günahdan sonra ona ağrı verməsin. İblisin ləzzəti sənin günahdan ləzzət almağınla deyil. İblis onda ləzzət alır ki, şeytan onda ləzzət alır ki, sən günahdan sonra ağrı acı yaşayırsan. Deyir, qazandım. Onun qazancı burada olur. Sənin ağrı acı yaşamağında. Özü nədən sonra ağrı acı yaşayıbsa, o ağrı acını sənə yaşadandan sonra o qazanır. O burada sevinir. İmam Sadiq əleyhissalam buyurdu ona ki, çalış günahın ləzzətinə aldanma, günaha baxma. O günah ardıca nə gətirir ona bax. Günah ardıca nə gətirəcək? Ona diqqətli ol ki, günahın ləzzətinə aldanmayasın. Elə bir günah yoxdur ki, ardıca qəm götürməsin. Elə bir günah yoxdur ki, ardıca qüssə, kədər gətirməsin. Hər bir günahın ardıca qüssə, kədər gəlməlidir. Buna biraz da köklü baxaq, biraz da dərindən baxaq. Quran-ı Kərim buyurur ki, günahlar, xətalar ardıca qəm, qüssə gətirəcək. Bu bir ilahi sünnətdir. Allah bir şeyin sonunda ləzzət qoymayıbsa, aramlıq qoymayıbsa, bu heç vaxt dəyişməyəcək. İstənilən zamanda yaşayan insanların atdıqları addımlar, günahları qəm-qüssə gətirəcək. İstənilən zamanda. Çünki o bir ilahi xətdir, bu dəyişməyəcək. Yəni, günah əgər insanın Allahla rabitəsini kəsirsə, qırırsa və insanın köklü şadlığı, sevinci Allaha bağlıdırsa, oradan qırılan kimi insan başlayır qəm-qüssə çəkməyə. Qırılan kimi qəm-qüssə insan qəlbinə hakim olur. Həzrət Əli əleyhissalam buyurur ki, özündən qabaqçıların özü belə buyurur. Özündən qabaqçıların başına gələn müsibətləri xatırla. Deyir, onlar günah eləmişdilər, müsibət yaşayırdılar. Günah etdiklərinə görə müsibət yaşayırdılar. Burada bir incə nöqtə var. İnsan bəzən bilir ki, günahdan sonra ağrıyacam. Deyir, xatırla. Bir özündən qabaqçıları xatırla. Biraz da dərin mənasına varaq. Bugün günah eləmirsən. İndi günah elədiyin vaxtları, əvvəlki günahlardan sonraki hallarını xatırla.
Gör ki, nə vaxt sənə günahdan sonra bir mükafat verilib? Nə vaxt xətadan sonra sənə mükafat verilib? Həzrət Əli əleyhissalam görün nə qədər can yandırır bizim üçün. Deyir, onları xatırla, əvvəlki hallardır. Bəzən insan ləzzət çox olur. Ləzzətə olan meyl, günahın ləzzətinə olan meyl çox olur. İnsan oradan əl götürə bilmir. Amma dayansın bir anlıq, yol göstərirlər bizə. Deyirlər, bir anlıq burada dayanın, o günah ki meylin var ona, o ləzzətindən sonra nə vermişdi sənə, onu xatırla, o ağrı, acını xatırla ki, o qəm, qüssə səni bu günah etməkdən saxlasın. Yolu budur. Onu xatırlamalısan. Həzrət Əli əleyhissalam buyurur ki, özündən qabaqçıların başına gələn müsibəti qəlbivə xatırladı. Deməli, bəzən insan bilir, amma yol çətindir. Mən sizə deyim ki, yol rahatdır, nə mənim özüm üçün rahatdır, nə bizdən öncəkilər üçün rahat olub. Yol çətindir, amma çox gözəl yoldur, çox böyük şirinliyi var. Fikir verin, bir dəfə biz nəfsimizlə mübarizə edirik, bütün işlərin içində, bütün çətinliklərin içində. Bir dəfə gedirik, günahların əlindən qaçırıq, xilas oluruq və bütün ləzzətlərimizi, alacaqlarımızı, arzularımızı qoyuruq kənara. Gedirik, ildə bir dəfə də olsa, ümumiyyətlə, gedirik imamın qapısına. Müqəddəs məkanlara gedirik, İmam Hüseyni ziyarət edirik, İmam Rıza əleyhissalamı ziyarət edirik. Bu çətinləşir, çətindir. Amma gedirsən, gedəndən sonra bir ziyarətin ləzzəti bəzən insanda bir ömür bu ləzzət qalır. Düzdür, çətindir. İmamın qərar verirsən ki, mən artıq səhv eləməyəcəyəm, mən artıq günah eləməyəcəyəm, mən artıq xəta eləməyəcəyəm. Mən gedirəm imam istədiyi kimi yaşayayım. Gedirsən, o ləzzəti alandan sonra fikir verin, əbədi olur. İndi də mən sizə desəm ki, hansı ziyarətlərdə olmuş o ləzzət yadınızdadır və o ləzzət elə bir ləzzətdir ki, qəlbin kökünə əyləşir, kökünə oturur. İnsanın köksünə oturur o ləzzət. Həmişə ondan faydalana bilirsən. Hətta bəzən yıxıldığın vaxtlarda da o ləzzəti yadva salıb ayağa qalxa bilirsən. Çünki çox köklüdür. Elə bir ləzzət ki, davamiyyətli şəkildə səni apara bilir. Çətinlikdən qorxmayasan. Kim çətinlikdən qorxacaqsa, yol gedə bilməyəcək. Bu yolun dünyada sonu yoxdur. Bu yolun hər gün bir ləzzəti olmalıdır. Biz gözləyirik ki, əgər belə gözləsək ki, cənnətdə ləzzət alacağıq, bu əməlləri eləyək, bu həyatı yaşayaq ki, cənnətdə ləzzət alaq, yox, belə düz olmayacaq. Bu çətin olacaq. Biz belə yaşamalıyıq ki, hər anı ləzzətli eləyək, hər günü ləzzətli eləyək. Hər günü ləzzətli eləyək ki, bizi bu yoldan azdıra bilməsinlər. Ona görə deyirlər ki, intizar olduqca mühümdür. Yəni, Allahla görüş həsrəti olduqca mühümdür. Allahla görüşmək istəyi olsun və qiyamətdə görüşmək istəyi olsun. Yox, hər gün Allahla görüşmək arzusu olsun. Hər gün Allahla görüşmək arzusu olsun. Ki, mən bu gecə Allahla görüşəcəm, Allahla aramda istəyirəm münacatım olsun. Bir qərar qoymaq lazımdır ki, bu gecə istəyirəm Allahla danışım. Allahla danışmaq qərarını qoymaq lazımdır ki, gündüz sənə xatırlanan günahlardan uzaqlaşa biləsən ki, gecə danışa biləsən. Bəllidir ki, gündüz olmasa gecə danışa bilməyəcəksən. Ona görə fikir verirsə ariflərin həyatına, alimlərdən biri üçün deyirdilər ki, səhər evdən çıxanda and verirdi Allaha 124 min peyğəmbərə və 14 məsumə ki, İlahi, yalvarıram sənə and verirəm onların müqəddəs məqamlarına, axşama qədər qoyma mənə şeytan vəsvəsə eləsin, mən günah eləyim. Niyə görə? Çünki axşam Allahla, hər gecə Allahla danışır, hər gecə Allahla münacat edir. Bilir ki, gündüz nəsə olsa, onu danışa bilməyəcək. O ləzzəti ondan alacaq. Həzrət Əli əleyhissalam bizi aparır keçmişdəkilərin müsibətlərini qəlbimizə xatırladaq. Keçmişdə nələr baş verdi? Quran-ı Kərimə baxırıq, Quran xətti ilə. Görürük ki, onlar ki, üzr istəyirəm, biraz səthi günahlardan danışım, sonra keçim qəlbi günahlara. Onlar ki, dünyada eş-işrətlə məşğul olublar. Onlar ki, davamiyyətli şəkildə günah eləyiblər.
Nə Peyğəmbər sözünə itaat ediblər, nə imam sözünə itaat ediblər, nə Allahın sözünü dinləyiblər. Necə olub aqibətləri? Gəlin, baxaq keçmiş tarixə. Keçmiş tarixdə kimlər yaşayıb və onların ki, bəzən adam həyatına baxır ki, xüsusən gənci cəlb eləyə bilir özünə, baxırsan həyatlarına cəlb edir, gör necə ləzzətlə yaşayır, istədiyini eləyir. O istədiyini eləyənin sonu necə qutardı? Deyirlər bizə ki, onları qəlbimizə xatırladın. Yəni, necə? Bilirsiniz ki, günahlardan sonra üz qabığını gördün. Şeytan da üz qabığını göstərir. Çox təcrübəli düşməndir. Çox təcrübəlidir. Üz qabığını göstərir. Onun ləzzət halını göstərir, amma ləzzətdən sonra çəkdiyi ağrıları göstərmir. Ləzzətdən sonra yaşadıqları ağrını göstərmir. Xatırlayırsınızsa, Hacı cümlələrin birində qeyd eləmişdi ki, aldanmayın o keyf içində yaşayanlara. Biz keyf edirik, biz ləzzət alırıq, haram yerlərdən oynayırlar, əylənirlər. Sonra oradan çıxanda üzlərində olan qəmə baxın. İnanırsınız ki, bu günahı eləmək üçün, bu günahı davam etmək üçün insan bəzən aldığı ləzzətin üstünə, əgər bir ləzzət alıbsa 99'unu da qoyur ki, bu yolda onu heç kim qınaya bilməsin. Bu yolda heç kim ona əziyyət verə bilməsin. Ki, bu ləzzəti davam eləsin. Kim günah eləyibsə, sonu pis aqibətlə bitib. Deyirlər, zina eləyənin, bir kəs zina eləsə, fərqi yoxdur. Hər hansı bir növündə zina eləsə, zina eləyənin qəlbi heç vaxt rahat olmaz. Zina eləyənin qəlbini məhəbbət tərk eləyər, sevgi tərk eləyər. Və zina eləyənin deyirlər, qəlb aramlığı heç vaxt olmaz. Pozular. Heç vaxt qəlbi aram olmaz. Həmin insanlar heç vaxt hətta öz ailələrini belə sevə bilməzlər. Belə dünyadan danışıram. Dünyada bizə, insanlara günah nə verə bilir? Deyir, əgər bir nəfər zina eləsə, evladına o məhəbbət ki bəsləməlidir, o məhəbbəti bəsləyə bilməyəcək. O sevgini Allah ürəyindən alacaq. Bu zinanın xarakteridir. Bu zinanın xarakteridir. Deyir, bir nəfər yalan danışsa, yalanın xarakteri budur ki, insanda ikilik yaradacaq. İnsan həmişə dava halında olacaq, həmişə narahat olacaq. Bir nəfər olacaq, düz söz deyəcək içində, ikinci nəfər olacaq ki, o yalan danışıb, həmişə mübarizədə olacaq və rahatlıq olmayacaq. Vicdanı heç vaxt onu rahat buraxmayacaq. Bu yalan danışmağın xarakteridir. Zinanın xarakteri bir cürdür, yalan danışmağın xarakteri bir cürdür. Haram musiqilərə qulaq asmağın xarakteri bir cürdür. Neynir? İnsanın ülvi duyğularını öldürür. İnsanın ülvi duyğularını öldürür. Diqqət eləmişsiniz, bəzi insanlar görürsən, indi cavanlıqdır, gənclər adətən bu işi görürlər. Maşında gedir, hər hansı bir musiqiyə qulaq asır, musiqini dinləyir. Amma onu elə bir halda xod verib ki, elə bir halda səsini yüksəldib ki, inanın o səsin yüksəkliyindən sözlərini eşitmir. Və hətta bəzən elə musiqilərə qulaq asır ki, öz dilində deyil, sözləri də başa düşmür. Bəs niyə eləyir bunu? Maraqlıdır ki, bunu niyə eləyir? Bunu biz niyə görə eləyir? Bunu ona görə eləyir ki, vicdanın səsi partladır, qulaqların dağıdır, vicdanın səsi od qoyur ona. Bunu bir yolla, bir səs-küyü ilə azaltmaq lazımdır. Eşitməmək lazımdır. Bəzən görürsən, evdən düz söz deyəndə bir cavana, evin qapısını vurur, çıxır evdən. Bilir düz deyirlər, niyə qapını vurur, evdən çıxır? O səsi eşitməsin. Bunu tərk etmək istəmir, o səsi də eşitmək istəmir. Həzrət Əli əleyhissalam buyurur ki, xatırladın ürəyinizə ki, sizdən qabaqçıların başlarına nələr gəldi. Ona görə deyirlər, bir sahabə üçün deyirlər ki, o günahı necə tərk elədi? Bişr Hafi üçün deyirlər ki, günahı necə tərk elədi? Mən baxdım özümə, baxdım Firavuna. Çox maraqlı bir məntiq qurub özü üçün. Deyir, eş-işrətlə məşğul idi. Deyir, baxdım özümə, baxdım Firavuna. Gördüm ki, mən Firavunun etdiyi günahları etmək gücündə belə deyirəm. Etmək istəyərəm, bacarmaram, gücüm yoxdur. Amma sonra baxdım, gördüm ki, Firavun necə öldü? Başa düşdüm ki, bu ölüm dadılacaq. Firavun bacarmadısa, mən heç bacarmayacağam. Firavun bir məmləkədə ələ almışdı. Deyirlər, Bəhlul dağında bir gün gəldi, çıxdı oturdu Harun Rəşidin taxtında, heç kimə demədən, nə sənə, nə məndən çıxdı oturdu Harun Rəşidin taxtında. Vəzirlər, vəkillər bunu döydülər, taxtı ilə saldılar yerə.
ki, çıx bayra, çıxartdılar onu saraydan. Harun xəbər tutdu. Harun xəbər tutdu, çağırdı onun yanına. Bu da ağlayır, hönkür-hönkür ağlayır. Bəhlul da ağlayır, hönkür-hönkür. Harun dedi ona ki, Bəhlul, sən yeşə kişisən, da tapşıraram bir də sənə qarşı belə əziyyət verməsinlər, sənlə belə kobud davranmasın. Amma bir-iki taxta vurublar da sənə, niyə bu qədər ağlayırsan, nə bu ağrısı var? Baxdı ona dedi ki, özüm üçün ağlamıram, mən sənin üçün ağlayıram. Mən 5 dəqiqə oturdum, gör neçə dəfə vurdular məni. Sən bir ömür də oturmursan, gör başıma nələr açacaqlar burada. Sən gör aqibətin necə olacaq. İstəyir ona aqibəti xatırlasın ki, burada hər kəs yerində oturmayıbsa möhkəm döyüləcək, möhkəm cəzalanacaq. Hər kəs öz yerində oturmalıdır. Yerində oturmasan cəzalandıracaqlar səni. Ona görə Həzrət Əli də bizə aqibəti xatırlatmaq istəyir ki, əgər hərəkəti yerində eləməsəz, hərəkəti düzgün eləməsəz, siz də özünüzdən qabaqçıların aqibəti ilə üzləşəcəksiniz. İnsanlar diqqət eləməlidirlər. Bugün ki, görəsən qıtlıq nə üçündür, görəsən ruzisizlik nə üçündür, görəsən günlər niyə gedir, görəsən günlərin bərəkəti niyə yoxdur, görəsən həyatın şirinliyi niyə yoxdur. Hud Peyğəmbərin dövründən danışırlar. Hud Peyğəmbərin dövründə deyirlər, Hud Peyğəmbər nə qədər təbliğ elədi, Allaha təqdim elədi. Hətta bir dəfə döydülər onu. Bir dəfə döydülər, deyirlər, neçə saat Hud Peyğəmbər özünə gəlmədi. O qədər möhkəm döymüşdülər. Ki, əl deymə bizə. Əl deymə bizə, ləzzət alaq. Biz ləzzət alaq. Sən imkan vermirsən. Bizim bütlərimizi inkar eləmə. Hud Peyğəmbər buyurur ki, bəla gələcəksə, mən sizin üçün ürəyim yanır. Deyir, boş-boş danışma. Sən ağlın çıxıb başından, ona görə boş-boş danışırsan. Biz elə qəsrlər tikmişik ki, elə evlər tikmişik ki, ora heç cür bəla gəlməz. Heç cür bəla gələ bilməz. Deyirlər ona ki, Nuh Peyğəmbərin selindən, tufandan danışırsan, ora su qalxmaz. Biz elə qalın daşlardan binalar tikmişik və sən boş-boş danışırsan. Deyir, bunlar Hud Peyğəmbərə qulaq asmadıqları üçün, itaat etmədikləri üçün yavaş-yavaş başladı onlarda ruzi qıtlığı. İnsanlar düşünür ki, iqtisadi böhran, iqtisadi çətinlik, mənəvi yoxsulluq nəyin nəticəsidir? Bunlar hamısı Allahın sözündən çıxmağın nəticəsindədir. Sadəcə bəzən yavaş-yavaş insanın əlindən çıxır, insan hiss eləmir, insan duymur. Onun nəticəsindədir. Hud Peyğəmbər nə qədər çağırdısa, dinləmədilər. Dinləmədilər, yavaş-yavaş ruzilər azaldı. Başladılar ruzi üçün çətinlik çəkməyə. Sonra su başladı çəkilməyə. Sonra çayların suyu başladı çəkilməyə. Su tapmaqda əziyyət çəkdilər. Yavaş-yavaş hələ də bunu ilahi bir bəla kimi qiymətləndirə bilmirlər. Ki, su çəkilir, ruzi çəkilir. Hamı kimisə günahlandırır. Hamı onu günahlandırırdı, bu bunu günahlandırırdı. Hələ fərqində deyildilər ki, Allah bizlə artıq sərt davranmağa başlayıb, yumuşaq davranmağa başlamayıb. Yavaş-yavaş bu da yekunlaşdı. Həzrət Hud yaxınlaşdı onlara, dedi onlara ki, son dəfə deyirəmsə, siz artıq ilahi əzabı haqq eləmişsiniz. Allah sizə bəla göndərəcək, iradə edibsə bəla göndərsin. Tövbə edin, yenə Hud Peyğəmbərə qulaq asmalılar. Deyirlər, bir külək göndərdi Allah. Çox qəribədir. Deyirlər, bir külək göndərdi Allah. Onları tikdikləri qəsrdə külək tuturdu. Deyir, özə necə bir bəla göndərmişdi onlar üçün? Dayandıqları yerdə quruyurdular. Bütün bədənlərinin ətini, elə bir küləkdir, isti küləkdir, bütün bədənlərinin ətini çürüdüb tökürdü bir anda yerə. Deyir, o qövmi, o dəstəni Allah o cür tamamilə məhv elədi. Amma burada belə bir maraqlı bir bu tarixdə hadisə var. Deyir ki, həmin külək amma Hud Peyğəmbərə və onun yaxınlarına yaxınlaşanda sərin mehə çevrilirdi. Deməli, insanlar öz qəlbi hallarına görə neysə haqq eləyirlər, hansısa əzabı haqq eləyirlər, hansısa mükafatı qazana bilirlər. Həzrət Əli əleyhissalam bizi hələ ki, ardın inşallah deyəcəm yenə gələn cümədə, Həzrət Əli əleyhissalam hələ ki bizi dünya əzablarından qurtarmaq istəyir. Deyir, çalışın ki, bu saydıqlarım günahların dünyada olan əzabıdır. Biz öz zamanımıza baxsaq, vaxtın bərəkəti yoxdur, ruzinin bərəkəti yoxdur. Deyirlər, günah eləyən cəmiyyətin qazancının bərəkəti olmaz.
bir cəmiyyət ki, cəmiyyət halında günah eləyir. Deyir, onlar qazanarlar, çox zəhmət çəkərlər, amma o bərəkət tapmaz. Zəhmətləri çox olar, bərəkətləri az. Ona görə bizə deyirlər ki, özünüzdən qabaqçılara baxın. Özünüzdən qabaqçılar nələr eləyiblərsə, ömürlərini harada xərcləyiblərsə, hansı aqibətə düçar olublarsa, onu qəlbinizə xatırladın. Sanki onlarla yaşayın. Sanki onlarla bir dövrdə yaşamış kimisiniz. Sonra buyurur ki, istəyirsən əgər günah etmədən yaşayasan, günahın ləzzəti sənə aparmasın, günahkarların günahlarının ləzzəti sənə də özlərinə çəkməsin, deyir, onların can verəndə hansı vəziyyətdə ölməklərini başda duymağa, çalış duy, onları anla. Görürsən, gəlirsən başının üstündə Yasin surəsi oxuyursan, rahat can verə bilmir. Səffat surəsi oxuyursan, rahat can verə bilmir. Təlqin deyirsən, rahat deyil. Çox ağrılı, acılı şəkildə can verir. İnsan belə bir varlıqdır ki, bir nəfərin, bir varlığın ümumiyyətlə haqqını tapdıyarsa, əziyyət verərsə, mütləq çətinlik onun həyatına hakim olacaq. Həzrət Əli Rəsulullah buyurur ki, onlar özünüzdən qabaqçıların müsibətlərini xatırladın. Yəni, görün, günahkarlar necə can verdilər. Günahkarlar necə öldülər? Ölən vaxtda günahları onlara nə kimi fayda verdi? Əgər ölümümüzdən xəbərimiz yoxdursa, hansı saatda ömrün dayanacağından xəbərimiz yoxdursa və bu çətindirsə bizim üçün, ona görə bütün saatları, bütün dəqiqələri, başqa yolumuz yoxdur ki, bütün dəqiqələri gözəlləşdirmək lazımdır ki, Allah eləməsin günah halında ömrün bitən saatı olsun, sən həmin saata günah salasan, sən həmin saata xəta salasan. Və nəticə etibarilə o ağrılı, acılı şəkildə Allah uzaq eləsin, insanın canı çıxsın. Ona görə deyir, özünüzdən qabaqçıları xatırlayın. Musa Peyğəmbərin ardıca gedir öldürməyə, günah halındadır. Musa Peyğəmbərin ardıca gedir öldürməyə ki, bunu da bacaracağım, bunu da eləyəcəm. Musa Peyğəmbəri öldürməyə gedəndə ölür Firon, misal olaraq. Deyirlər, Qarun nələr çəkirdi? Çox maraqlıdır. Bunu deyim, yekunlaşdırıram. Qarun nələr çəkirdi öz dövründə? Dünya malı, mülki çox idi. Bunları haramla qazanmışdı. Musa Peyğəmbər Allahdan istədi ki, Qarunu öldür. Deyirlər, Qarunu Allah əmr elədi ki, torpaq utsun onu. Diri-diri torpaq udurdu onu. Diri-diri. Torpaq udurdu onu. Deyir, torpaq onu uda-uda, dedi Musa Peyğəmbərə ki, mal-mülkümü ələ keçirmək istəyirsən, ona görə məni bu sehirlə torpağa bastırırsan. Dedi, ilahi, saxla, gözünün qabağında bütün sarayının mülkünü əvvəl torpağa utdur, bütün nəyi var idi, getdi torpağın altına, torpaq utdu, ilahi bir bəla idi, torpaq utdu, dedi Qaruna ki, gördün sən heç nəyində gözüm yox idi, səni Allaha tərəf dəvət edirdim, dedi ilahi, indi özünü utdur torpağa. Deyirlər, torpaq gəlib çatmışdı ağzına, artıq nəfəsliyinə çatırdı, nəfəsini kəsməyə gələndə başladı kömək istəməyə, artıq orada gec idi. O yerdə kömək etmək olmur. Ki, ömür adamı bir dəfə verilir, qayıtmaq mümkün olmur. Ona görə də Həzrət Əli Əleyhissalam bizə özümüzdən qabaqçıların xatirəsini qəlbimizə xatırlatmağımızı istəyir ki, biz onlar kimi yaşamayaq. Biz yolumuzu ilahi övliyaların yolu ilə davam etdirək. Çünki insan əgər bu yolla getməsə, aqibəti heç də yaxşı bitməyəcək, çox çətin olacaq. Ona görə də Əllamə Qazi ən böyük ustadlardandır. Əllamə Qazi tələbələrinə birinci məsləhəti bu olurdu. Həmişə ki, çalışın qəbirləri, xüsusi olaraq keçmişdə olan köhnə qəbirləri çox ziyarət edin. Baxın, görün ki, ayağını yerə vuran insanlar, baxın, görün ki, günahla Allaha asi olan insanlar hardadırlar. Evladıyla fəxr eləyənlər qəbirstanlıqda evladlarından neçə qəbir ayrı düşüblər. Mal-mülkü ilə fəxr eləyənlər mal-mülkündən ayrı düşüblər. Həzrət Əli Əleyhissalam bu mövzuya da işarə eləyəcək. Allahın qisməti ilə, Allahın lütfu ilə inşallah gələn cümədə bunu davam eləyərik. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İzâ câe nasrullâhi vel fâtih ve ra'eyten nâse yedhulûne fî dînillâhi efvâca fesabbih bihamdi rabbik ve estağfirhu innehu kâne tevvâba. Sadakallâhul aliyyul azim.
Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin ve ala emiril mu'minin Ali ibn Abi Talib ve ala Fatıma Zahra ve ala Hasan vel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala Muhammed ibn Ali ve ala Cafer ibn Muhammed ve ala Musa ibn Cafer ve ala Ali ibn Musa ve ala Muhammed ibn Ali ve ala Ali ibn Muhammed ve ala Hasan ibn Ali ve ala Hüccet ibn Hasan Accelallahu Teala faracahu şerif ve ala cemi'il enbiya'i vel murselin ve şuhedai ve sıddıqin. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ahya'i minhum vel enbat. Usikum ve nefsi bi takvallah. Sizi ve özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. İkinci xutbəni düşünmüşəm ki, keçən cümədə cümə namazının qaydasını dedim. Düşünürəm ki, hər cümə ikinci xutbəmiz Əhl-i-Beyt əleyhissalamın duaları haqqında olsun. Xüsusi olaraq İmam Səccad əleyhissalamın duaları haqqında olsun. İnsanı Allahla münacat, Allaha yalvarış xilas edə bilir. Əgər insanın Allaha yalvarışı olmasa, insana heç bir əməl kömək eləyə bilmir. İnsan əməli eləyir ki, Allahla danışa bilsin. İnsanın bütün rəftarı, insanın namazı, orucu, bütün etdiyi yaxşılıqlar buna görə deyir ki, insan Allaha cavab verə bilsin. İnsan Allahın lütflərinə cavab verə bilsin. Yox, insan bütün bu əməlləri, bu ibadətləri edir ki, Allahla danışmaq icazəsi alsın. Mən namaz qılıram ki, Allahla danışmaq icazəsi alım. Mən oruç tuturam ki, Allahla danışmaq icazəsi alım. O danışmaq ki, imamlar danışıblar. İmamlar nə formada danışıblar? O şirin münacat ki, imamlar ediblər. Mən bütün bu yaxşılıqları eləyirəm. İnsan bu niyyətdə olsun ki, ilahi, mən bu yaxşılığı eləyirəm, mən bu ehsanı eləyirəm, mən bu fəqirə kömək eləyirəm ki, mən səninlə danışa bilim. Mən səninlə danışmaq şirinliyini əldən verəndə mən yaşaya bilmirəm. Bu mənə əziyyət verir və mənim qəlbim qaralır. Ona görə də imamlar danışmağın yolunu deyiblər bizə. İmam Səccad əleyhissalamın qısa bir duasını başlayıram bu cümə. Gələn cümədə də inşallah davam edərəm. Məqatil ibn Süleyman. Bu dua çox möhtəşəm duadır. Qısa duada, amma çox gözəl təbirləri, ifadələri var. Məqatil ibn Süleyman duası, ona görə Məqatil ibn Süleyman duası adlanır ki, İmam Səccad əleyhissalam bu duanı Məqatilə öyrədib. Məqatil ibn Süleymana. Ona görə duanın adı qalır Məqatil ibn Süleyman. Bəzi dualar var, görürsünüz, şəxslərin adıyla adlanıb tarix boyu. Misal olaraq Kumeyl duası kimi, Əbu Həmzə-i Sömalı duası kimi. Əbu Həmzə-i Sömalı duasını İmam Səccad əleyhissalam Əbu Həmzə-i Sömalıya öyrədib deyə duanın adı qalır Əbu Həmzə-i Sömalı. Və eyni zamanda Həzrət Əli əleyhissalam cümə gecəsində Kumeyli aparardı, bəzən çəkərdi biraz uzaqlara, insanlardan ayırardı. Həzrət Əli əleyhissalam Kumeyl ilə irfani məsələləri müzakirə edərdi. Digər insanlar, sahabələr ona hazır olmadıqları üçün Həzrət Əli əleyhissalam onu insanlardan ayırırdı, əlavə onunla danışırdı. Çünki onun tutumu çatırdı Həzrət Əli əleyhissalamın irfani cümlələrinə. Duaların adı ona görə belə qalır. Məqatil ibn Süleyman duasının iki cümləni izah edeyim və yekunlaşdıraq. Dua belə başlayır. İlahi keyfə əd'ukə və ənə. Bunu da qeyd edeyim ki, Məqatil ibn Süleyman buyurur ki, hər kəs bu duanı 100 dəfə oxusa bir hacət üçün, böyük də dua deyil, qısa duadır və çox da şirin sözləri var. İnsan Allahı tapır bu duanın sözlərində. Hər kəs bu duanı 100 dəfə oxusa hər hansı bir hacət üçün və o hacət qəbul olmasa əgər, mənə lənət oxusun. Yəni, bu elə bir duadır və bütün ariflərin, övliyaların praktikasından keçən bir duadır. Mən özüm də hətta bu duanı praktikada yaşamışam. İmamın o Məqatilin sözünə uyğun böyük bir nəfərin böyük bir çətinliyi vardı. Mən dedim, bununla həll olar. Çünki çox təkidlə tapşırıb ki, kim oxusa 100 dəfə həll olmasa mənə lənət olsun. Yəni, heç kimin gözləmədiyi şəkildə, heç həkimin belə
öz işindən baş açmadığı şəkildə Məqatilin bu tövsiyəsinə əməl edərək nəticə almışam. Yəni, olduqca, belə deyək, bu dua real duadır. Dua belə başlayır. İlahi, keyfə əd'ukə və ənə. Çox gözəl duadır. İlahi, mən səni necə çağırım ki, mən mənəm. Və bir dua götürəcəm, bu duaya digər dualarla izah verəcəm. Mən sənə necə çağırım ki, mən mənəm. Yəni, üzüm gəlmir səni çağırmağa. Mən beləyəm. Duanın gözəl halı budur ki, insan birinci hacətini istəməsin. Görün, necə başlayır İmam Səccad. Bizim dualarımızın əgər qəbul olmursa dualarımızın qəbul olmama səbəbi budur ki, biz duaya başlayanda hacətlə başlayırıq. Misal olaraq, kitab istəyirsən Allahdan, deyirsən, ilahi, səndən kitab istəyirəm. Deyir, duaya belə başlamazlar. Fikir verin, Həzrət Əli əleyhissalam Kumeyl duası necə başlayır? Həzrət Əli əleyhissalam Kumeyl duasını, günahının bağışlanmağını istəyəcək. Amma necə başlayır? İlahi, səndən istəyirəm o uca məqamı xatir, rəhmətin genişliyinə xatir, qüdrət və xatir. Bunları bir-bir başlayır, hələ sayır. Hələ Həzrət Əli heç nə istəməyib. Bunları bir-bir sayır. Bunları bir-bir saydıqdan sonra gəlir, deyir ki, Allahümmə əxfirliyyət zünubəlləti təhdükül isəm. İlə o günahımı bağışla ki, mənim həyamı aradan apardı. Səninlə aramda olan bir həya vardı, aradan apardı. Məqsədim bu cümlə deyil, bunları da bu cümlələrdə, gələn cümlələrdə çalışacağım ki, qeyd edeyim. Çünki insanın ürəyini aram edir bu dualar. Amma Həzrət Əli necə başlayır? Birinci başlayır Allahın qüdrətindən danışmağa. Birinci başlayır Allahın rəhmətini sadalamağa. Birinci başlayır özünü kiçiltməyə, öz kiçiliyindən danışmağa, günahlarından danışmağa, səhvlərindən danışmağa. Görürsünüz, İmam Səccad da belə başladı. İlahi, keyfə əd'ukə və ənə. Mən necə səni çağırım ki, mən mənəm. Duanın birinci cümləsində insanın ürəyinə təsir edir. Başladı İmam Səccad əleyhissalam. Yəni, mənim çağırma haqqım yoxdur. Bəzən insan belə davranır Allahla ki, ilahi, mənim səndən istəyib alma haqqım var. İzah eləyə bilirəm. İstəyib alma haqqım var. Bu düşüncə ilə, bu məntiqlə başlayır dua etməyə, nəticədə duası qəbul olmur. Niyə görə? Çünki insanın Allahdan heç nə istəməyə haqqı yoxdur. Əgər Allah istəyirsə ki, buyurursa ki, insan məndən istəsin, bu Allahın insana verdiyi lütfdur. İnsanın onda Allahdan istəməyə haqqı olar ki, onda Allahın ona verdiklərinin hamısının qədrini bilsin. Elə deyil. Allah insana nə veribsə, insan onların qədrini bilsin. Bütün neymətlərin şükür eləsin. Bütün neymətləri düzgün istifadə eləsin. Sonra bəli, haqqı olar ki, yenidən həmin Allaha yalvarsın ki, ilahi, mən bunları eləmişəm, indi səndən istəmək haqqım var. Amma bizim kimi insanlar ki, Allahın haqqını ödəyə bilməmişik, indi məlumdur ki, bizim haqqımız yoxdur Allahdan istəməyə. Haqqımız olmadığımız üçün dua etməyə başlayanda Allahın rəhmətini sirkələməliyik. Allahın rəhmətinə sığınmalıyıq. İlahi, mən mənəm, səndən necə istəyim? Mən o kəsəm ki, biraz açın bu cümləni, mən o kəsəm ki, ilahi sözündən çıxdım. İlahi, mən o kəsəm ki, namazı vaxtında qılmadım. Yəni, mən dua etmək istəyirəm. İmam Səccad əleyhissalam belə başlayır. Mən öz halımıza uyğun izah edirəm. İlahi, mən o kəsəm ki, oruç tutdum, iftar vaxtı gecikirdi, mən narahat idim, mən narazı idim. Misal üçün, ilahi, mən o kəsəm ki, sən çox dedin, mən az eşitdim. İlahi, mən o kəsəm ki, sənin gözün görə-görə mən günah eləmişəm. İlahi, mən o kəsəm ki, mən günah eləyirdim, amma sən mənim abrımı qorumaqla məşğul idin. Sən mənim abrımı qoruyurdun. İlahi, mən o kəsəm ki, günahlarımla bir vaxt fəxr eləmişəm. İlahi, mən o kəsəm ki, qürur doludur ürəyim. İlahi, mən o kəsəm ki, özümdən digərlərini özümdən aşağı bilmişəm. İlahi, mən o kəsəm ki, heç valideynlərimin sözünə vaxtında düzgün qulaq asa bilməmişəm. İlahi, mən o kəsəm ki, evladımın məhəbbətini layiqincə verə bilməmişəm. İlahi, mən o kəsəm ki, anamın haqqından layiqincə çıxa bilməmişəm. İlahi, mən o kəsəm ki, dostumla dostluq eləməmişəm. İlahi, mən o kəsəm ki, imamıma itaati düzgün eləməmişəm. İlahi, mən o kəsəm ki, imamım say bunları nə qədər. İmam da ilahi, keyfə əd'ukə və ənə. Necə çağırım sənə ki, mən mənəm? İndi necə çağırım? Deyir, amma axı mənim çağırmaqdan başqa yolum da yoxdur. Mən çağırmayım, neyiniyim? Çağırmasam necə olacaq? İndi bu dəqiqə mənim ehtiyacım var, bu ehtiyacımı da elə ancaq sən ödəyə bilirsən. Səndən başqası ödəyə bilmir.
Səndən başqa mənim dadıma çatacaq bir adam yoxdur. İkinci bir varlığı yoxdur. Başqa bir duadı var ki, İlahi intəruddəni min babik, İlahi əgər məni qapından qovsan, əgər məni öz qapından qovsan, hansı qapıya üz tutum? Yoxdur axı başqa qapı. Bu yalnız sənin əlindədir. Mənim çətinliyim var. Bəli, mən o kəsəm ki, dediklərimi əməl eləməmişəm, amma yenə gəlmişəm axı. Yenə gəlmişəm ki, sən mənə kömək eləyəsən. Mənim səndən başqa köməyim yoxdur. Mən necə eləyim? Yalvarır. Çox gözəl. Adam kaş İmam Səccadın o halını izləyərdi kənardan. İmam Səccad onu necə eləyib? Duanın bir dənə gedişatına baxın. İlahi keyfə əd'ukə. Nə gözəl ifadədir. İlahi keyfə əd'ukə. Necə çağırım? Mənəm. Dayanıb. Yəni, vicdanım deyir ki, çağırmağa haqqın yoxdur. Amma ehtiyacım var. Amma köməyə ehtiyacım var. Yıxılmışam. İmam Səccad əleyhissalam bir yerdə buyurur ki, Əbu Həmzə-i Sümalı duasında olmalıdır. Yox, səhv edirəm, münacat-ı xəmsə əşərdə. 15 münacat var, onların birindədir. Orada buyurur ki, İlahi, o kəs gəlib qapıya ki, günaha belini büküb. Günaha belini büküb, yəni məcazi mənada da. Günaha belini büküb. O kəs gəlib qapıya ki, günaha belini büküb, artıq ayağa qalxa bilmir. Adam bu halı olsun. Yəni, mənim heç bir vasitəm yoxdur. Yəni, heç bir vasitəm yoxdur. O vasitələr ki, sən mənim üçün təyin eləmişdin, sözlərindən çıxmışam, qulaq asmamışam. Yol göstərənlərin sözlərinə baxmamışam. Heç bir vasitəm qalmayıb. İlahi, elə bir halda gəlmişəm ki, heç kimim yoxdur. Ona görə deyirlər, Musa Peyğəmbər ki, Fironu çayda boğmaq istəyirdi. Dedi ki, Allah boğulsun, bu suda ölsün. Firon başladı yalvarmağa. Firon başladı Musa Peyğəmbərə yalvarmağa. Dedi ki, ya Musa, sənə and verirəm öz insanlığı xatir, sənə and verirəm Peyğəmbərliyi xatir. Dedi, yox. Dedi, yox, ölməlisən. Xülasə, nə qədər yalvardısa, Musa əleyhissalam qulaq asmadı, Firon bəli, öldü. Su boğdu onu. Allah mütəal Musa Peyğəmbərə vəhy elədi. Baxın, Allah belə Allahdır. Yəni, bundan böyükdür, amma bizim üçün çox əlverişli vəsfidir bu Allahın. Allah mütəal buyurdu Musa Peyğəmbərə ki, ya Musa, Firon öldü. Dedi ki, bəli, sevinə-sevinə dedi bunu. Allah görəcək Allahdır. Bunu sevinə-sevinə dedi. Dedi ki, ya Musa, ölməmişdən heç yalvardı ki, sənə daha eləməyəcəm, bağışla məni, kömək elə mənə. Dedi ki, Rabbi, sən nə qədər yalvardı, nə qədər and verdi məni. Dedim, yox, ölməlisən. Musa Peyğəmbər çox əziyyət çəkib bax Fironun əlində. Dedim, yox, ölməlisən. Bir cümlə deyir, adam bu cümləyə görə ölsün Allahın qabağında. Dedi ki, ya Musa, bilirsən niyə görə bağışlamadın onu? Deyir, niyə? Dedi, sən xəlq eləməmişsin axı ona görə. Əgər Firon yenə səhv elədi, Firon sənə yalvarmaqdansa, o çətin vəziyyətdə mənə yalvarsaydı, oradan da xilas eləyib möhlət verərdim. Bu neçə müddətdə Firona möhləti mən vermişdim. Səhv elədi, niyə sənə yalvardı? Görə mənə yalvarardı. O vəziyyətdə də xilas eləyərdim. Allah belə Allahdır. Ona görə bu İmam Səccad əleyhissalam ki, mən necə çağırım səni ki, mənəm. İkinci cümləni izah eləyim, arıca buyurur. Amma indi ehtiyacım var. Gəlin belə deyək. Biraz da nə olar ki, adam qorxmasın bu şeydən. Ya gəlib o yerə çatmışam ki, Musaya da yalvarıram, baxmır. İzah edə bilirəm. Gəlib o yerə çatmışam ki, Musaya yalvarmağa qalmışam. O yerə gəlib çatmışam. Vəziyyətim o vəziyyətdir. Mənlə necə davranacaqsan? Axı, başqa yoxdur. Mən ki, Musaya tərəf getməmişəm. Mən elə sənin qapıya gəlmişəm. Çünki bilirəm məni sən xəlq eləmişsən. Bilirəm ki, mənim üçün ürəyin yanır. Bilirəm ki, mənim üçün canın yanır. Arıca buyurur, və keyfə əqtəu rəcai və əntə. Başladı Allahın öz rəhməti ilə üstünə getməyə. Bəs ümidimi səndən necə kəsim ki, sən də sənsən axı. Sən mən deyirsən, sən Allahsan, sənin rəhmətin çox genişdir. Ona görə Həzrət Əli əleyhissalam bir şirin cümləsi var. Kumeyl duasının sonunda Allahın adlarını sadalayır orada. Biri də budur. Ya Səri'ər-Rəza. Çox maraqlı addır bu. Çox maraqlı. İmamlar bilsin nə ediblər? İmamlar sanki bizim qulağımıza pıçıldayıblar ki, günahlarımız çox ağırdır. Xətalarımız çox ağırdır. Bu günahlarla
bağışlana bilməzsiniz. Gəl mən sizə, Həzrət Əli bunu demək istəyir əslində bizə, İmam Səccad bunu demək istəyir bizə. Gəl mən sizə bir dənə adını deyim Allahın ki, onu çağıranda keçməyə bilməz. Gəl mən sizə bunu öyrədim. İmam bax bunu eləyir adam üçün. Gəlir Allah Əli əleyhissalamı öyrədir Kumeylə ki, deyinən Allaha ki, ya səri ər-rıza, ey gec küsüb tez barışan Allah. Belə çağır onu. Belə çağır, gec küsüb tez barışansansa, bəs məndən niyə tez küsmüsən? Sən gec küsüb tez barışansan axı. Həzrət Əli görürsün, nə işlər görüb bizim üçün, İmam Səccad. Deyir, bəli, çağırmağa dilin yoxdur. Amma bu söz dedi ona. Bu söz de ona, bu sözü Allaha de. Xəlvəti sanki bizə yol öyrədirlər də. Allaha da deyə biləcək, ilah göndərməmişdi onlara köməkliyi, onların da başqa yolu qalmamışdı. Bizdən başqa köməkləri qalmamışdı. Bağışla sanki sirrivi açdıq onlara. Bağışlanmağın son dərəcədə, günahın son çətin vaxtında bağışlanmağın sirrini dedik onlara. Dedik onlara ki, Allaha çağırın ki, ya səri ər-rıza. Dedik onlara ki, öz adınızla çağıramırsa, onda Allahın rəhmətinə sığının. Deyin ki, və keyfə əqtəu rəcai. Ümidimi necə qırım? Özün deməmsən ki, ümidsizlik ən böyük günahdır. Ümidim günahlarımdan böyüdür. İmamın Əbu Həmzə Sümali duasında var. Deyir, bir adam gəlib sənin qaffa ki, ümidi günahlarından böyüdür. Bu sözü imam öyrətməsəydi adam necə deyərdi bunu Allaha? Ümidi günahlarından böyüdür. Ona görə deyirlər, bir dəstə qiyamət günündə gələcəklər Allahın huzuruna. Allah elə davranacaq qiyamət günü ki, xəcalət verəcək. Gələcəklər Allahın huzuruna. Deyir, Allah əmr eləyəcək onlara ki, bəs mələklər əmr eləyəcək ki, göndərin onlara əzabın tərəf. Günahları var, səhvləri var. Deyir, başlarını salacaqlar aşağı, gedəcəklər, üst tutacaqlar cəhənnəm əzabına tərəf. Deyir, Allah deyəcək mələklərə ki, çağırın onları, qayıtsınlar, görüm niyə görə biz söz demədilər? Niyə getdilər? Deyir, mələklər soruşanda onlardan ki, niyə getdiniz? Niyə demədiniz ki, getmirik? Deyəcəklər ki, o rəhmət Allahıdır, o ədalətli Allahdır. Nə deyək? Yerimiz oradır da, düz deyir. Bizim yerimiz oradır, biz elə oraya getməliyik. Deyir, Allah deyəcək onlara ki, kaş dünyada bir dəfə üzünüzü çevirib ümid ilə mənə baxsaydınız, heç bu ağrını da yaşamazdınız. Heç cəhənnəmə gedin əmrini də eşitməzdiniz. Deyir, mələkdir, Allahın rəhməti cuşa gələr. Çünki kimsəsizdirlər, bunların günahları, xətaları var, imanları da var, amma günahları da var. Kimsəsizdirlər, Allah deyəcək, qaytarın onları. Qaytarın onları ki, rəhmətimi tərpətdilər. Ona görə imam buyurur ki, Allahla ümidlə danışın. İlahi, sən özün demisən ki, ümid var olaq, ümidimiz sənə çox olsun. Biz də ümidlə gəlmişik. İmam Səccad yol öyrədir bizə. Və keyfə əqtəu rəcaim mink və əntə. Biz necə ümidimiz səndən üzüm ki, sən də Allahsan. İnsan Allahla münacatdan qorxmamalıdır. İnsan Allahla münacat eləməlidir ki, insanın əsas işi, bütün ibadətlərin əsas qayəsi Allahla danışmaq üçündür. Allahla danışmaq üçündür. Nə vaxt görsək ki, nə vaxt görsəz deyəndə Allah şahid ki, xəcalət çəkirəm. Nə vaxt görsəm ki, mən Allahla danışa bilmirəm, onda namazın bir əhəmiyyəti yoxdur. Onda orucun əhəmiyyəti yoxdur. Çünki namaz insanı Allaha yaxınlaşdırmalıdır. Yaxınlıq münasibət qurulacaqsa Allahla danışıq başlayacaq. Görürsən, imam bir nəfəsə Kumeyl duası. İmam bir nəfəsə Allahla danışmağa başlayır. Kumeyl duası yaranır. İmam bir nəfəsə Allahla danışmağa başlayır. Əbu Həmzə Sümali duası yaranır. Çünki isti münasibət var Allahla imamın arasında. Allahdan istəyirəm, Allah aqibətimizi xeyirli eləsin. Allah özünü heç vaxt yadımızdan çıxarmasın. Allah izzəti xatirinə izzətimizi əlimizdən almasın. Allah vətənimizi, ölkəmizi, xalqımızı, dövlətimizi hər cür xəta bəlalardan həmişə uzaqda saxlasın. Allah əsgərlərimizi düşmən gülləsindən hifzi məhfuz eləsin. Allah baş tacımız olan şəhidlərimizin ruhunu şad eləsin. Allahın verəm Allahlığı xatirinə qəlbimizin qaranlıq tərəflərini nura çevirsin. Allah özü ilə münacat şirinliyini bizim əlimizdən almasın. Əhl-i Beytin məhəbbətini xalqımıza, millətimizə çox görməsin. Allah bu din üçün can qoyub dünyadan köçənləri, xüsusi olaraq da mərhum ustadımızın ruhunu qəriqi şad eləsin. Allah bu məktubun, Həzrət Əli əleyhissalamın gənclərə məktubunu izah etməkdə
və sizə izah etməyi də bizim əlimizdən tutsun. Allah imamımızın zuhurunda təzil eləsin, onun zuhuru ilə qəlblərimizi həmişə münəvvər eləsin. Euzubillahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid və lem yulad və lem yekul lehu kufuvan ahad.